bir nəfər mərcəyi təqlid olsa, müstəhid olsa, cami şərait müstəhid fəqih olsa, insanlar ona təqlid etməli olsalar, bir neçə şərti var. Hamıdan çox savadlı olsun, nə bilim nə olsun, biri də budur ki, bu adam adil olmalıdır. Adilin də tərifi nədir? Böyük günahları heç eləməsin, yəni ən azından cəmaət görməsin. Heç kəs iddia eləməsin ki, mən onu gördüm və günah eləyəndə. Yəni ağıllı iddiadan söhbət gedir. Kiçik günahları da nadirən görmüş olsunlar ondan. Yəni israr eləməsin, çox yəni görünməsin gözə. Buna deyilir adil şəxs. Müctehid olmaqda bu şərt deyil. Bir nəfər müstəhid adil olmaya bilər. Amma mərcəyi təqlid, insanların təqlid etdiyi müstəhid olmaq üçün, insanlara rəhbərlik eləmək üçün o şərtdir. Namaz qılmağa ədalət lazımdır. Bəli. Ədalətsiz adam namaz qılsa məqbuldur. Amma öndəki imam cəmaət olsa ədalət. ən azından məmum onun günahını görməməlidir. Amma əmr bil mərufda bu şərtdirmi? Yox. Xeyr. Yəni mən hətta içki əlimdə, Allah uzaq eləsin, sizə deyərəm ki, içmə. Sizin də haqqınız yoxdur, mənə deyirsən ki, özün içirsən, özüm içirəm, başqa şeydir. Evet. Mən uçurumdan düşürəm, sənə deyirəm, sən düşmə. Təsiri azdır filan da o öz yerində, psixoloji məsələdir. Fikri baxımdan əmr bil məruf, ictimai qınaqda o təbliğ edənin, qınayanın amil olması, ədalətli olması şərt deyil. Nə gözəl olar ki, ədalətli olsun, təsiri də ondadır. Evet. Amma bir nəfər tutalım, ədalətsiz adam, ona da vacibdir gəlib desin ki, eləmə. Hamıya vacib. İndi bunların Nuh əleyhissalamı dediyi söz məqul söz deyil, məntiqli söz deyil. Mən sənə deyirəm, uçurumdan yıxılma, sən deyirsən ki, kimsən, sən məndən üstünsən, mənə deyirsən. Yaxşı, yıxıl. O deyir, bir lətifə var, deyir. Bir nəfər gəldi, gördü, bir uzanan yerdə su içir, stəkan dayıyıb uzanan yerdə. O da dedi ki, harada soxulmuşdur, uzanan yerdə su içmə, ağlın başından çıxar. Dedi, ağıl nədir? Deyirsən, suyu iç. Bunu da bilmir. Bu da daha heç nə. Sənə deyir ki, bax, gedirsən cəhənnəmə. Bu qayda deyir ki, sən kimsən, mənə deyirsən, gedirsən cəhənnəmə. Mən heç kiməm, sən gedirsən cəhənnəmə. Hələ bəzən sizə əcəb edirəm, yaxşı edirəm. Bu elə mən cəhənnəmdə yandırsan. Elə sən cəhənnəmdə yandırsalar yaxşı. Bir də bunun bənzəri də bir də nədədir? Bizim şeytana vəkillik eləməyimizdir. Məsələn, mən sənə bir pislik eləyirəm, qayda deyirsən ki, şeytana uyma. Deyirəm, mən nə şeytan, şeytana sən uymursan, mən özüm belə istəyirəm. Şeytan işin görüb, çəkilib dayanıb qıraqda, mən ona vəkillik eləyirəm, onu təmizə çıxardıram ki, bir də ona toz qondurarsan.